hədəf ailəni qoruyub saxlamaqdır. Hədəf ailə qurmaqdır. Yəni biz dünyaya gəlirik, ayrı qulaq çoxaraq və onu qoruyub saxlayaq. Amma moralist olduğu zaman insanlar ki, misal üçün deyirəm də, siz o məni başa düşmür deyə davamlı onu günahkar çıxarsaz, üçün statusunu əzməyə başlasaz, deyəcək ki, все düzgün deyil. Targetli və dağıdacaq. Çünki missiya 4 dağıdıcı ola bilir. Dağıdacaq ki, все bitdi. Hər şey nədən başladı? Sizin içinizdə olan bir başa düşülmək istəyi ki, məni başa düşməlisən, məni başa düşməlisən, səndədir səhv, səndədir günah. Missiya həmişə qabağındakı günahkar görür. Eyni şuur sayı 2 də belədir. Həmişə qabağındakı insan günahkardır. Heç zaman çönüb belə özünə baxmır ki, bəlkə məndə nəsə düz olmadı, bəlkə mən nə isə səhv elədim. Düzdür, razıyam sizdən. Doğru mu? Elə olduğu təqdirdə 3 deyəcək ki, mənim statusumu əlimdən aldın, 3-cü status çox önəmlidir. Çox. Mənim statusum getdi, düzgün deyil, ədalət deyil, sağ ol. Və başlayır belə problemlər yaşanmağa.